Deməli, bir məsələni də qeyd eləmək istəyirik. Bu maraqlı statistikalardan biri, biz bunu statistika komitəsindən götürmüşük. Bu belə çox maraqlı statistikadır. 2022-ci ildə Respublika üzrə, söhbət akademiyadan getmir. 589 nəfər fəlsəfə doktoru proqramı üzrə bitirir. Bu bitirənlərdən 42 nəfəri müdafiə edir. Bu da ümumi 7,1% deməkdir. Elmlər doktoru hazırlığı üzrə 7,7%. Deməli, bu düşündürücü sualdır ona görə ki, bəs bu qədər, məsələn, belə bir xəyali vəziyyət təsəvvür eləyək. 589 nəfər kobud şəkildə 600 nəfərdən 300 nəfəri ideal şəkildə öz dissertasiyalarını yazsa, texniki tələblərə, intellektual tələblərə cavab verəcək şəkildə müdafiə təqdim etsə, mövcud prosedurlar onların hamısının müdafiəsinin təmin etmək gücündədirmi? Əgər Respublika üzrə 7,1% müdafiə edirsə və bu qədər şura növbələri varsa, bu prosedurlar üzərində düşünməyə dəyər deməkdir.